Böyük Vətən müharibəsi illərində 4242 nəfər Cəbrayıllı Sovet ordusu sıralarına səfərbərliyə alındı. Onlardan 1672 nəfəri faşist işğalçılarına qarşı döyüşlərdə həlak oldu. Cəbrayılın ən yaxşı oğullarından biri Cəmil Əhmədov haqqında danışmaq istəyirəm. 20 yaşlı Cəmil Əhmədov Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Cəmilin keçdiyi döyüş yolunu olduğu kimi təsəvvür etmək üçün hadisələri öz gözü ilə görmüş polk komandiri Qvardiya polkovniki Belkinin məktubunu oxumaq kifayətdir. Belkin yazırdı. Belarusiyada yaşayış məntəqəsində leytenant Cəmil Əhmədov birinci olaraq ayağa qalxıb vızvodu həmləyə apardı. Birinci olaraq düşmənin səngərinə çatdı. Əlbəyaxa vuruşmada örtülü mövqedə olan pulemyot irəliləməyinizə imkan vermirdi. Cəmilin vızvodundan döyüşçü Roman sürünüb iri bədəni ilə pulemyotu susturdu. Bu fədakarlığına görə Romana Sovet İttifaqı qəhrəmanı adı verildi. Leytenant Əhmədov öz döyüşçülərini belə yetişdirirdi. Onun vızvodu polkun ən fədakar dəstəsi idi. Ən çətin tapşırıqlar onun vızvoduna verilirdi. Cəmilin vızvodu vuruşa-vuruşa Pitit çayını keçərkən yaralandı. Amma döyüş meydanından çıxmadı. 10 saat bataqlıqda rəşadətlə döyüşdü. Əsas hissələr çatana qədər mövqeyi əldə saxladı. Əsas hissələr çatanda Cəmil vızvodunu yenə də birinci olaraq düşmən üzərinə apardı. Atəş aça-aça yaşayış məntəqəsinə girdi. Almanlar zirzəmilərdən, damlardan atəş yağdırırdı. Cəmil burada 3-cü dəfə yaralandı. Ona sanitar məntəqəsinə çəkilməyi əmr etsələr də, o qana boyanmış halda atəş açırdı. Onun döyüşçüləri yaşayış məntəqəsini azad etdilər və Pinski şəhərinə yol açdılar. Ancaq bundan sonra Cəmili hospitala göndərdilər. Bu əməliyyata görə mən Leytenant Cəmili Sovet İttifaqı qəhrəmanı adı almağa təqdim etdim. Cəmil sağalıb 1944-cü il sentyabrın 26-sında yenidən polka qayıtdı. Mən onu yüksək mükafat münasibəti ilə təbrik etdim. O Polşaya qədər vuruşdu. Düşməni Narev çayına qədər sıxışdırdı. Bu döyüşlərdə 3 yerdən yaralandı. Onu döyüş meydanından çıxararkən 4-cü dəfə ağır ölümcül yaralanmışdı. Ölüm bizim aramızdan ən sədaqətli və ən qorxmaz bir komandiri ayırdı. Onunla yalnız ordu deyil, Azərbaycan xalqı və vətənimizin bütün xalqları fəxr edirdi. Cəmil Əhmədov Aleksandr Nevski Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdi. SSR Ali Sovet Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanına görə ona ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Onun cəbhədən ata-anasına yazdığı məktubları həyəcansız oxumaq olmur. Tezliklə nemesləri qırmağa gedəcəyik. Doğma torpağı nemeslərdən təmizləməyə gedirik. Düşmənin məğlubiyyəti uzaqda deyil. Siz bacardığınız qədər yaxşı işlər görün. Elə edin ki, mən evə qaydanda başınızda ağ tük görməyim. Belə ana atasına ürək-dirək verirdi. Cəmilin keçdiyi qəhrəmanlıq yolu hər bir gəncə örnək olmalıdır. Cəmilin qardaşı Sabir Əhmədov çox yaxşı deyib. Bütöv bir insan ömrünü ləyaqətlə yaşamaq üçün Cəmildə düşüncə və iradə vardır. Müharibə bu ömrü yarımçıq qoydu. Hərbin gərgin, amansız tələbinə gəncin varlığından qəhrəmanlıq bütünlüklə meydana çıxdı.